Sabah Misli Premyer Liqasının 21-ci turunda Kəpəz üzərində 1-0 hesablı qələbə qazandı. Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyun sonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı. Çox yaxşı oynavandı. Ümumiyyətlə, son dəqiqələrdə fərqlənsək belə, komandanın performansından çox xoşum gəldi. Rəqibə irəlidə təzyiq edirdik. Çoxlu qol fürsətləri yaratdıq. Məmnunam ki, bugün qapımızı toxunulma saxladıq. Daha bir neçə də qol vura bilərdik. Rəqibin də yaxşı oyun planı var idi. Sona qədər bizi təzyiq altında saxladılar. Son iki oyunda çətin qələbələr qazanırsınız. Bunu Qarabağla oyun öncəsi həyəcan siqnalı kimi qəbul edirsinizmi? Ola bilər. Daha çox işləməli və diqqətli olmalıyıq. Mikels və yeni transfer Orfe'nin fiziki durumu necədir? Mikels qayıdıb. Son 20 dəqiqə oynadı. Orfe xəstələnib. 2-3 həftə vaxt lazımdır. Qarabağla oyun rəqib meydanında keçiriləcək. Sabah azarkeşlərinə hansı çağırış edə bilərsiniz? Daha çox azarkeş görmək istəyirik. Daxili çempionat önəmlidir. Tribunalar dolu olsun.